Azərbaycanda 16 yaşlı qız ana olub. Bununla bağlı Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlama yayıb. Onun cəmi 16 yaşı var. Hamiləlik dövründə sığınacağımız tərəfindən ona dəstək göstərilib. Artıq körpəsi ilə birlikdə sığınacağa yerləşdirilən azyaşlının həm anası, həm də atası dünyasını dəyişib. Uşağın atasının isə harda olduğu bilinmir. Azyaşlının dediyinə görə həmin şəxsin 27 yaşı var deyə Mehriban Zeynalova bildirib. Mingəçevirdə zirzəmidən körpə tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd edilib ki, Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır. Azyaşlı həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır. Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. Təbibdən bildirilib ki, zəruri instrumental diaqnostik müayinələr aparılıb. Azyaşlının müvafiq şöbədə müalicəsi davam etdirilir. Həkim müşahidəsi altında da hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.